Gəncə Apellyasiya Məhkəməsində xüsusi amansızlıqla qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhdi təqsirləndirilən Ramil Musayevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Qərara əsasən apellyasiya şikayətləri qismən təmin edilib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilib. Təqsirləndirilən şəxsi irəli sürülmüş ittihamdan zərərçəkmiş şəxsi qəsdən öldürülməsinə cəhd etməsinə dair epizod xaric olunub. Ramilə 17 il 6 ay müddəti azadlıqdan məhrum etmə cəzasının həddi azaldılaraq 17 il müddət endirilib. İttihama görə hadisə 5 oktyabr 2025-ci ildə Gəncə şəhərində qeydə alınıb. Ramil Musayev sərxoş halda zərər çəkmiş Anar Hüseynovun evinə gedərək onu ailə üzvlərinin gözü qarşısında boğazından bıçaqlayaraq amansızlıqla öldürüb. Daha sonra onun oğluna da xəsarət yetirib. Bu zaman Anarın arvadı yerdən daş götürərək Ramilin başına vurub. Ramil Musayev ifadəsində Anarla qonşu olduqlarını, ailələr arasında xeyli müddətdir narazılıq olduğunu, həmçinin pula görə mübahisə yarandığını deyib. O özünü Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə deyil, daha yüngül cəzanı nəzərdə tutan 126.3-cü maddəsi ilə təqsirli bilib.